Səlyan və Neftçala rayonlarından mənə ard-arda şikayətlər gəlir. Yol polisi ilə bağlı. Deyirlər ki, Natiq, burada yol polisi rüşvəti elə bir həddə çatdırıb ki, artıq avtomobil idarə edə bilmirik. Xahiş edirik, bu məsələni işıqlandır. Bəlkə rayonun polis rəisləri bu işə bir əncam qılsın. Mən işıqlandırıram, amma məsələyə mənim baxışım başqadır. Mən istəyirəm bu hala görə istər Neftçalanın, istərsə də Qusarın polis rəisinə minnətdarlıq edir. Çünki onlar şuurlu, bəlkə də şuursuz bəşəriyyətə və Azərbaycanlılara xidmət edirlər. O baxımdan ki, bilirsiniz, hal-hazırda qlobal istiləşməyə görə karbon emissiyasının azaldılması bəşəriyyətin mütərəqqi hissəsinin önündə vacib məsələ kimi durub. Bunun da ən başlıca yollarından biri fərdi avtomobillərin miqdarını azaltmaqdır, sayını azaltmaqdır və yaxud da fərdi avtomobillərdən az-az istifadə eləməkdir. Deməli, polislərimiz bu rüşvətin miqdarını artırmaqla bilirlər ki, cəmaatın vəziyyəti çox çətindir, çaya, çörəyə güclə pul çatdırır. Bəlkə də bu yolla onlar istəyirlər ki, əhali təngə gəlib, şəxsi avtomobillərindən imtina etsin. Bununla da bir, atmosfer təmizlənsin, müəyyən qədər töhfəmiz olsun Azərbaycanın. İkincisi, adamlarımızın fiziki hazırlığı artsın. Bilirsiniz ki, dərmanlar da qanı qiymətinə qalxıb, büdcəmiz imkan vermir o dərmanları almağa. Əhali nəqliyyatdan imtina edib, piyada, atdan, eşşəkdən istifadə edib əcdadlarımızın ənənəsinə qayıtmaqla fiziki aktivliyi əldə edəcək. Beləliklə sağlamlıqlarında da ciddi irəliləyişə nail olacaq. Buna görə eşq olsun Səlyanın, üzr istəyirəm, Neftçalanın, Səlyanın polis rəisi hələ bu ada layiq deyil, Neftçalanın və Qusarın polis rəislərinə, o biri rayon şöbələri də bu məsələdən ibrət götürsün. Xüsusi maşın azarkeşi olanlar üçünsə, şükür hələ ölkəmizdə rüşvətdən azad yer var. Nə bilim, Cəllabada getsinlər, Qubiyə getsinlər, Xaçmaza getsinlər. Bir-iki gün maşın sürüb və yaxud da 1-2 saat maşın sürüb gözlərinin azarını öldürsünlər. Əsas bizim sağlamlığımızdır, can sağlığımızdır. O da asılıdır bizim fiziki hərəkətimizdən və gözəl, təmiz havadan ki, onu bizə polisimiz bəxş etmək istəyir.